Anasının yeri həmişə qaranlıqlardır. Buna bir baxın, görün nə gözəl. Mən sənə qurban olasın. Bəli, mənim əzizlərim. 44 günlük vətən müharibəsində canından, qanından keçən qəhrəman oğullarından biri də şəhid Çilingir Nəbiyev Akifoğludur və həmin Azadoğlu. Və həmin o qəhrəman oğul da bizim bu Mərdananın oğludur. Deyirlər ki, mərdi Mərdana doğar. İnanırsınız mənim əzizlərim, mən bu qədər şəhid tədbirləri keçirəm. Şəhid atalarından söhbət edirəm, şəhid analarından söhbət edirəm. Şəhidlərin can yoldaşlarından, balalarımla məttəl qalıram, deyirəm, ilahi. Bu necə müqəddəs bir yoldur ki, bunların valideynləri də elə özləri kimi müqəddəsdirlər, danışıqları. Təsəvvür edin, insanın baladan əziz nə ola bilər ki, biraz gec gələndə ürəyimiz qanad olur, nəzir deyirik, niyaz deyirik, ay Allah harada qaldı, intizar içindəyik. Deyirik ki, uşağın başına bir iş gəlməsin, uşağa nə gəlsə elə mənim başıma gəlsin, mənim balama heç nə olmasın, onun ayağına dayan, daş ürəyimin başına dəysin. Ancaq bir məqam var, analar övladını vətən yolunda qurban verir, canından can parçasını deyir vətən sağ olsun. Bax, şəhid valideynlərinin qüdrəti, qeyrəti bundadır. Bugün vətənimizin qeyrətidir. Bugün bu ana vətəndir. Bugün biz bu ananın ocağı ziyarətdir. Hər birimiz bir-bir gedib bu ananın evində oturub, bu ananın əllərini sığalayıb, əllərindən öpməliyik. Ancaq bugün ana bizim tədbirimizə gəlib. Ziyarət bizdən görüşə gəlib. Gör bu ulu xalqımız necə analar yetiribdir. İnsanda dözüm istəyir. Vaxt vardı, yadıma gəlir, yas saxlayırlar nə qədər dünyadan köçənlərə. Ancaq bugün övladları vətən yolunda qurban gedibdir. Gəlib orada bizim körpə balalar oturub, tələbələrdir, məktəb uşaqlarıdır, ictimaiyyət nümayəndələridir. Ana üçün bəlkə o bizi bu qədər xoş deyil. Ancaq vətənin xatirinə dözür, dinləyir və vətənin ağ gününə əl çalır. Elə bugün bu ananın gəlişi də vətənin ağ gününə, zəfərinə sevinməyidir. Millətinə sevgisi düşmənə nifrətidir. İnanın Allaha, mənim əzizlərim, mən analar gördüm. Ruhani havasına qol qaldırdı, oynadı ki, ruhani ruhumun havasıdır. Düşmən qoy baxsın, çartlasın ki, balalarını vətən yolunda qurban verir, zəfər bayramını qeyd edir. Ona görə də Xatirə Hanım, bu gəlişiniz üçün təşəkkür edirəm. Çox var olun, çox ürəkləndim, çox duyğulandım, çox kədərləndim, çox qürurlandım. Bugün mən səhər tezdən çıxıb gəlib bu tədbirə çatmalıydım və bir arada gördüm ki, ananın yeganə evladı, bircə balası, Nailə ananın oğlu şəhid Rəşad Ələkbərovun bugün alım günüdür. Mən məcburi gecə bilet tapdım, çıxdım ki, o ananın yanında olum. Onların heç nəyə ehtiyacı yoxdur. Onlar Tanrı tərəfindən seçilmişdi, gözləri də toxdur, qarınları da toxdur. Onlar heç kəsdən heç nə istəmirlər. Ancaq qapılarını döyüb, ya da bir zəngə onların yanında olmaq, onlar üçün bir dünyada əvəz olunmazdı. Ona görə də xalq olar, millət olar, mənim əzizlərim. O evdəki rahat günlərimiz olur, ha. Balalarımızın xoş günləri olur, ha. O günlər unutmayaq. Halallarımızı bu şəhid ailələrindən almalıyıq. Onlar bizim, bax, bugün burada rahat otururuq, bunların övladlarının sayəsindədir. Ona görə də mənim anam, mənim əzizim. Siz də bir-iki söz deyin, siz də dinləyək. Biz Bakıda görüşmüşük, biz şəhid Zahir İsmailzadənin tədbirində ana gəlmişdi, orada qonaq olmuşuq, həmin bu şəhid Zahir İsmailzadənin. Anam mənim. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Xüsusilə sizə xoş gəlibsiniz bizim bu Tovuz elinə. Bu Azərbaycan torpaqlarının azad olunmasına Tovuzdan başladı. Bu qəhrəman Tovuza xoş gəlibsiniz. Nə xoş ki, siz gəlib Tovuzda Tovuz elini ziyarət edirsiniz, gəlib bizimlə bərabər bir yerdə olursunuz. Siz doğrudan deyirsiniz, bu çalağaylar necə ki bizim keçmişdə ata-babalarımızın papaqları, xala papaqlar olurdu. Onlar qürur mənbəyi, kişilik simvolu olduğu kimi bu çalağaylar da anaların belə namuslu, qeyrətli, sözü ötən, gözəl anaların simvoludur bu çalağaylar. Çox yaxşı ki, bunlar unudulmur, unudulmasa yaxşıdır. Bu indiki zamanədə də
bu düşmən tapdağından qurtarılmış Azərbaycan, bütöv Azərbaycan torpağında hər bir anaya yaraşır bu kəlağayı bağlamaq. Mənə elə gəlir ki, biz analar hər kəs evladına çətinliklə baxır. Çox çətindir, çox əzablıdır. Bir zülmlə, əzabla böyütdüyün evladını özün nəyinəsə ürəyin gəlib büyürmadığını, yatanda qaldırıb, qıyıb qaldıra bilmədiyin evladı. Bugün soyuq məzarda gedib ziyarət eləmək çox çətindir. Amma bugünkü gündə mən qürur duyuyorum. 2 dənə evladım vardı, məni bağışlayın. Onların ikisi də Azərbaycan torpağının keşiyində idi. Elə danışanda özləri də deyirdi ki, ana bizlə fəxr elə ki, biz bu vətənin torpağın keşiyində dururuq. Bir evladı gedib soyuq məzarda ziyarət eləmək çox çətindir. Amma bugünkü gündə deyirəm ki, çox şəhidlərimizin bəzilərinin evladları var, bəziləri cavan gediblər bu dünyada. Mənim şəhid evladımın evladı böyüyür. Amma bugünkü gündə azad firavan bütöv Azərbaycan torpağında böyüyür. Sağ olsun bizim ölkə başçımızda şəhid ailələrinə, biz şəhid valideynlərinə, onun xanımlarına, evladlarına xüsusi elə bil ki, fərqli olur bizim hər yerdə diqqət göstərilir. Hər birinizə təşəkkür eləyirəm. Biraz çətin olur danışmaq. Çox sağ olun, Allah razı olsun. Sizin də bu işləriniz həmişə davamlı olsun. Güllü xanım, doğrudan da siz həmişə şəhid ailələrinin yanında olursunuz. Bu o demək deyil ki, nəsə olur, amma bizi yad eləyəndə, nəsə bir yerdə evladımızın adını görəndə Allaha and olsun. Şəxsən mən şəklini görəndə çox qürurlanıram, sevinirəm ki, balam unudulmur.